Mən və fartıqım sizi salamlayır. Əgər fartıqımı geymişəmsə, taxmışamsa, deməli mən nəsə hazırlayıram. İndi bugün məndən Praqa tortu istəyiblər. Deməli, bayram günlərin yeri dəyişildiyinə görə, yəni ki, şənbə bazara düşdüyünə görə bizə 2 gündə tətil veriblər, 4 gün evdəyik. İndi bu həmin şənbə günüdür, hələ tətilimizin 1-ci günüdür. Evdəkilər, ev əhalisi məndən Praqa tortu istədilər. Mən də dedim ki, yaxşı baş üstə bişirərəm. İndi dedim ki, əgər bişirəmsə, bir çəkimi qoy. Çünki vaxtımız çoxdur bugün. Çünki çəkəndə vaxt biraz uzanır. İndi dedim ki, qoy çəkim sizə. Əvvəlcə produktları çəkim, göstərim. Sonra başlayaq hazırlanmasına. Bilənlər bilir, bilməyənlər də buyursunlar, baxsınlar. Deməli, lazım olan bizə 6 yumurtadır. Sonra 9 dolu xörək qaşığı şəkər tozudur. Sonra 6 dolu xörək qaşığı undur və 3 dolu xörək qaşığı kakaodur. İndi kakaonun tündlüyünün açıqlığına baxır, 4 xörək qaşığı da edə bilərsiniz, problem yoxdur yəni. Zövqə görə də heç kakao vurmaya da bilərsiniz, amma Praqadırsa, Praqa mütləq kremi də, testası da deməli korичневый olur da, qəhvəyi rəngdə olur, kakaolu olur. Yəni kakao vurmasanız o Praqa tortu sayılmır. Bir də ki, qabartma tozu və vanil. Mən 2 paçka həmişə vanil vururam. Deməli, bunlar yağdakı kremə gedəcək. Hələ ki, lazım olan bunlardır. Yəni, 6 yumurta, 9 xörək qaşığı dolu şəkər tozu, 6 xörək qaşığı dolu un, 3 və ya 4 xörək qaşığı kakao, vanil, bir də qabartma tozu. Hazırlanmasına başlayıram. Mama əslində mənə öyrədib ki, deməli yumurtaları pryamoy hamısını bura qırmağa. Çünki bir də gördüm ki, biri xarab çıxdı. Biri xarab çıxsa, buradakı salamatlar da gedir axı işinə. Bəzən elə eləyirəm, bəzən isə tənbəlliyim tuturam. Əşi. Amma əslində ananın sözünü hər zaman dinləmək lazımdır. Yəni siz belə eləyin. Bugün mən hövsələm olmadı. 2, 4, 5, bu da 6. İndi bunu yaxşıca əvvəlcə şəkər tozusuz yaxşıca çalacağıq. Köpüklənənə qədər çalırıq. İndi yavaş-yavaş şəkər tozunu yavaş-yavaş əlavə edə çalacağım ta ki bu şişənə qədər. Şəkər tozu ilə yumurtanı çalırıq ki, baxın, belə köpüklənsin, ağarsın. Görün, kütləsi 2 dəfə artıqlaşdı, çoxaldı. Hələ də çalıram. Deməli, kütləsi 2 dəfə artıq çoxaldı, baxın, köpükləndi, nə havada. İndi bir də ki, mənim yadımdan çıxdı, deməli, ərzaqlarda 1 xörək qaşığı da yağ var idi, yumuşaq yağ. Onu isə tamamilə əridirik. Göstərim, qoy. Yumuşaq kərə yağını da əritmişəm, 1 xörək qaşığı. Kərə yağını əritmişəm hazırda, amma isti olmasın da. İndi kərə yağını ən axırda əlavə edəcək. İndi isə bu kakao qarışıq unu əliyə hissə deməli kütləyə əlavə edəcəm. Mikserlədiyim testaya əlavə edəcəm.
mikserli eləmirlər bunu. Bəziləri spatula ilə eləyirlər. Mən isə mikserin ən yavaş kodunda eləyirəm. Standartlara həmişə isyan edən biri olaraq. Hər kəsin bir öyrəşmə tərzi var. Nə bilim, mən belə edirəm. Yenə belə əlavə edəcəm. Belə hissə qaşıq-qaşıq, 1-2 qaşıq əlavə edəcəm. Mix eləyəcəm. Bunu əlavə etdikcə kütlənin deməli volümu azalır. O qorxutmasın sizi. Yəni biraz enəcək yavaş-yavaş aşağıya. Belə də olmalıdır yəni. Yağı isə qabartma tozunu, vanili ən axırda əlavə edirəm. İndi yağı əlavə edəcəm. Ən yavaş xodda. Elə adam var, qabartma tozu vurmur. Mən həmişə qabartma tozu vuranda 2 dənə vururam. Amma vanil də vuranda 2 dənə vururam. Amma qabartma tozu bunda çox insan ayda içinə tökülür. Tövbə estağfurullah. Neyse, yox. Qabartma tozu çoxu vurmadığına görə mən vururam həmişə. Ona görə də bunda çoxunda gördüm vurmur. Mən isə bir dənə vurdum. Garantiya vurdum özümü. Ayda o düşdüyü üçün. İçi ola bilər belə şeylər. No problem. Bunda vanil qaldı. Mənim yapışmayan tavamdır və torç üçün deməli heç bir qulpu da yoxdur. Duxovkaya, yəni sobaya salmaq üçün çox rahatdır və mən tortumu bunda hazırlayıram həmişə, bütün tortlarımı. İndi bunun içini yağladım. Əslində yağa ehtiyac yoxdur, bu yapışdırmır. Amma yenə ki mən həmişə yağlayıram. Yağladım, indi əlavə edəcəm içinə. Başka problem yoktu, kendim oldu. Düşmüşsen olsun. Mən bilirsiniz həmişə bunu görək təmizləyəm. Təmizləyim gəlir. Ürəyim partilər içində bir şey qalsın. Testanı qoydum sobada, artıq yavaş-yavaş bişməyə başladı. İlk 35 dəqiqədə açmaq olmaz, qətiyyən sobanı açmaq olmaz. Söndürəndən sonra da bir 5 dəqiqə, haradasa 5 dəqiqə, 10 dəqiqə içində saxlayıb çıxarıram mən. Amma ilk 35 dəqiqə qətiyyən açmıram. Deməli, indi isə kremin hazırlanmasına keçəcək. Hazırda yumuşam.
şirniyyat hazırlayanlar, professional yerlərdə hazırlayanlar, professionallar, onlar xüsusi vanil çubuqları var, ondan istifadə edirlər. Məndə isə o yoxdur. Bir dəfə mən mütləq o tort ləvazimatları satılan yerlərdə də görürəm mən, amma yenə də o mən istəyəndən yoxdur, o vanildən yoxdur. Damla sulu vanil də var, belə də var, elə də var, açıq da var, bağlı da var, nəysə, amma o çubuğu istədiyim imini o çubuqlardan tapmamışam hələ. Qabağıma çıxan kimi ondan alacağım. Ondan deyir ki, biraz elə törkadan keçirirsən, biraz əlavə edirsən, çox gözəl iyilər gəlir. Həqiqətən də bəzən dükanlarda alınan bulkalarda falan adam o iyi hiss edir ki, tortum hazırdır, çıxardım, gözləyirəm, lap tamam soysun. Lap tamamilə soyandan sonra ortadan böləcəm, bunu da çəkəcəm. Backstage. Tortuşumu iki yerə böldüm, tortuşumu. Tortikimi. İndi kremini başlayıram sürtməyə, yaxmağa daha doğrusu, yaxmağa. Kremi də kakaoladım. Lap çox kakao vurmadım. Dedim də boğulmayaq. Niye? Testosu kakaoludur da. Üstüne glazur düzəldəcəm, nə olsun? Üstüne glazurdur da, şokoladla. Üstü glazur da. Bunu biraz götürəm. Tortikim hazırdır. Göstərim sizə. İndi qoyacağım soyuducuya ki donsun. Qabını dəyişəcəm bunun. Prosta ki qoymuşam ki bu bloda, bu qabın içinə ki tökülənlər tökülsün. Xaladenik soyuducu batmasın da, yəni. Sonra donandan sonra isə qabını dəyişəcəm, bu blodu dəyişəcəm. Belə. Hazırladım, işimi bitirdim biraz indi. Gedim istirahat edeyim, sonra akşamın yemeğini başlayayım hazırlamaya.